bağırsaq pozuntusu və s. və s. və s. Yəni, farm preparatların özündə də yazılır ki, bunlar nədir, nə deyil, hansı yan fəsadlar verə bilər. Və bu da heç də cüzi deyil. Nəzərə alsaq ki, bunlar uzun müddətli istifadə olunur, ya da çox istifadə eləmək olur. Deyək ki, ağır bir xəstəlik var, vərəm. Bəli. Mən 16 il Ağciyər İnstitutunda elmi işçi işləmişəm və burada böyük bir problemdadır. Yəni, bilirsiniz, elm dünən bu qədər bilirdi, bugün bu qədər bilir, sabah bu qədər biləcək və bu çərçivədə 100%-dir. Amma bu çərçivədən çıxanda artıq o qədər suallar var ki, onlara heç də bir mənalı cavab tapmaq olmur. Deyək ki, vərəmin səbəbi bəllidirsə, amma onun müalicəsi öz-özlüyündə çətindir. Xərçəngin səbəbi də belə bəlli deyil, müalicəsi də belə bəlli deyil, hətta yanaşması da səhv olanda onda lap vəziyyət bərbad olur. Biz demirik ki, biz indi bugün 100% istənilən xərçəngi sağalda bilirik. Lakin bizim tutduğumuz istiqamət buna imkan verir. Amma rəsmi protokollarla gedən yol tam effektsizdir. Bunun da əsası elmidir. Nədir burada elmi məsələ? Deyək ki, insan orqanizminə yad cisimlər daxil ola bilər. Göbələklər, viruslar, məsəl üçün koronavirus indi bu zamanımızda problem yaradır. Vaxt var idi, taun idi, vəba idi, dizenteriya idi və digər problemlər var idi ki, bəşəriyyəti narahat eləyirdi, düzdürmü? Və bunlara qarşı bizdə nə ortaya çıxdı? İmmun sistemi. Yox, dərmanları tapdıq, antibiotiklər tapdıq. Niyə? Peyvəndlər. Hə, peyvəndlər o qədər də effektli deyil. Antibiotiklər effektlidir ki, həmən insanı sağaltmağa. Niyə? Fərq ondadır ki, deyək ki, mikrobun özünün maddələr mübadiləsi var. İnsanın özünün. Biz fərqliyik. Və bu fərqi tapanda ona təsir eləmək olur. Onda mikrob, deyək ki, lazımsız parazitlər filanları yığışdırırıq, insan isə salamat qalır. Əlbəttə, hansısa məqamda biraz insan narahat ola bilər, amma çox da yox. Amma indi təsəvvür eləyin ki, insanın öz bətnində yaranan bir problemdir. Onu bu üsulla artıq eləmək olmur. Deyək ki, bir şeyi ki, lapatka ilə, bellə deyək ki, nəyisə həll eləmək olursa, deyək ki, yeri şumlamaq. Amma divarı deyək ki, malalamaq bellə olarmı? Yox. Onun başqa aləti var. Başa düşürsünüz, burada da eyni elə. Əgər bu üsul mikroblarla mübarizədə yarayırsa, o demək deyil ki, bu üsul daxili orqanizmdə yaranan problemlərlə yaranır. Bu tək onkoloji deyil. Bu autoimmun xəstəliklərdir, bu allergik xəstəliklərdir, bu digər hələ səbəbi bilinməyən xəstəliklərdir, deyək ki, interstitsial pnevmoniya, amiotrofik skleroz və digər elmdə o qədər problemlər var ki, onların öz həlli zamanı var, həlli var. Amma bugün biz onkoloji problemlərdən deyəndə biz nəyi vurğuluyuruq, naturopatik onkoloqlar? Biz onu vurğuluyuruq ki, insanın bətnində yaranan bir problemləri zahiri amillərlə yığışdırmaq çox çətindir. Ona görə də burada heç olmasa ziyan verməyən amillərdən istifadə eləməliyik.